Bütün ədyan və xüsus ədyan ilahi işarələri vardı hicaba və ya bir xas geyinməyə qızlara, arvadlara və xanımlara. Hamısına bir xas geyinmək deyir ki, nəzərdə alın. Niyə? O zaman bilirik ki, mütəəssifanə bir dəlail tarixi ki, ayrı videoda tozih verəcəm. Qızlar və arvadlar kişilərdən və oğlanlardan əşya nəzərdə alınırdı. Əşya rütbədə nəzərdə alınırdı. Və bu bais olur ki, onlar ki, əşatər idilər, az ləhazı rütbə ictimai, kişilər və oğlanlar, qızlar və arvadlardan sui-istifadə edirdilər. Bu sui-istifadənin qabağın hicab kamil almırdı, bəli azaldırdı nisbəti. Hətta bir zərrədə bu nisbəti sui-istifadə azalsa camiyə müfiddir. Pəs hicab bütün ədyan ilahi və bütün ədyanda təbliğ olundu. Amma biz indi bilirik ki, sui-istifadə buna görə vardır ki, cəmbəyi ictimai yoxdur. Xüsus oğlanlar və kişilərin arasında. İndi əgər biz bu cəmbə ictimaini kişilər və oğlanlar arasında yaratsaq, məsələn hicab həsf olsun, bütün halətdə həsf olsun, onda heç bir müşkül yaranmaz. Ki, Avropa keşvərlərdə və ya keşvərlərdə ki, olan hicab yoxdur və ya bir nisbətəcən yoxdur, onlarda bu cəmbə ictimai təqviyyət olunur. İranda da, bizim ölkədə də yavaş-yavaş bu təqviyyət olunur. Amma bir şəkildə kamil təqviyyət olunmayıbdır. Onda biz eləyə bilirik hicabı bir şəkildə kamil həsf eləyək ki, bu cəmbəyi ictimai bir şəkildə kamil təqviyyət oluna. Və bu cəmbə ictimai nədir? Yəni tərəf vaxtı baxır cinsi müənnəsə, haləti fizikisi ya bədəninə baxmaya, fikir verir onun əqlaniyyətinə, onun mahiyyətinə, onun varlığına. Deməyək ki, mən bunun haləti fizikisinə baxıram, görünə gözəldir. O çağacan ki, bir oğlan bir qıza fəqət gözəlliyinə görə baxır, o bunu göstərir ki, bu ölkədə cəmbə ictimai hələ kamil olmayıbdır.